Televiziyanın en qeyri-adi ifa şousu gəlir. Mən İlbizə. Sizin qarşınızda vəzirdir. Mənə cücə. Maskanın arxasında hansı məşhurun gizləndiyini tapa bilərsinizmi? Yaxında biləcəksiniz. Kim? Maskanın arkasında. Nəhərə balığını tutmaq asan iş deyil. Salam. Hamını xoş gördük. Bunların qiyməti yoxdur ümumiyyətlə. Tanımıram. Error göstərir. Əslində bilmirəm. Qonşuluqdan gələnə oxşuyur. 12 məşhur bir-biri ilə mübarizə aparacaq. Onlar başdan ayağa kimi xüsusi kostyum geyinərək öz kimliyini səhnədə və səhnədən kənarda gizlədirlər. Televiziyada ən çox qorunan sir. Maskanın arxasında kimdir? Onların səsləri müsahibə zamanı dəyişdirilir. Ən vahimeli maskat bələncdir. Salam dostlar. Geldi. Bir planetinin sakinleri. Gəldi nəysə. Can. Çıxarda. Hər verilişdə məşhurlar tamaşaçıları və dedektivləri heyran etmək üçün mahnı oxuyacaqlar. Şounun sonunda bir maskanın arxasında hansı məşhurun olduğunu hamımız öyrənəcək. Kimsən sən? Və bununla o şoudakı iştirakını dayandıracaq. Yarın final gecəsində 4 maskalı məşhur qarşı durmaya çıxacaq. Qırat Pələngə qarşı, Yad planetli Pişiyə qarşı. Gecənin sonunda auditoriyanın səs verməsi ilə 3 maskalı məşhur finala keçəcək. Bir maskalı məşhursa final xəyalı ilə vidalaşacaq. Beləliklə maska başlayır. Mən söndüm. Axşamınız xeyir olsun değerli tamaşaçılar. Maska Show'unun ikinci mövsümünün finalın bir addımlığındayıq. Yani yarım finalda. Şovumuzda 4 maska qalıb və bugün 4 maskanı biz bu səhnədə görəcəyik. Qeyd edək ki, 2 qarşı durma olacaq, sonda isə bir maskanı maskasız görəcəyik və o məşhuru tanıyacağıq. Məsələ odur ki, bizə bu işdə kömək edən detektivlərimiz var. Yaşadığı binada yeganə qonşudur ki, hər şey haqqında məlumatı var. Hitmaker Murad Arif. You're beautiful. Bəzi mənbələrə görə ingilis dilindən tərcümədə bu Nigar Camal deməkdir. O öz gülüşü ilə istənilən dramı komediya çevirə bilər. Kamilə Babayeva. Sevdiyi müğənni Mənənə, sevdiyi yemək Mənəmən, Coşqun Rəhimov. Detektivimiz Faiq Ağayev tıxacda qalıb, sıxlıqda qalıb. Ona görə yəqin ki, birazdan bizə qoşulacaq və təbii ki, detektivimizi öz kürsündə görəcəyik. Hörmətli tamaşaçılar, birinci qarşı durma başlayır. Bir tərəfdə Qırat, bir tərəfdə isə Pələng olacaq. Bir dəqiqə. Zəlzələdir, yer sirkələnir. Hə, Qırat gəlir.
öz aramızdır. Möhtəşəmdir də. Gəlin Qıratı biraz da yaxından tanıyaq. Salam olsun igidlər yurdu Azərbaycana. Qırat yenə gəldi ki, həm könüllərdə iz qoysun, həm də təzə ipucuları ilə sizi sevindirsin. Kənnibeldən var gücümlə gəlmişəm. Toz duman içində ipucular gətirmişəm. Niyə toz duman içində? Müasir zamanda Qıratın özünə də nəqliyyat vasitəsi lazımdır. Şüursuz olsa da avtomobil də gərək etibarlı olsun. Üzr istəyirəm, igidlər iz qoysun. Mənim nallarım ancaq torpağı tanıyır ey maska əhli. O dəmir qutunun içində oturub buludların üstü ilə getmək mənə uzun müddət nəsib olmayıb. Hörmətli detektivlər, içinizdə hələ də Qırat kimdir sualı yaşayır. Düz cavaba çoxdan yaxınlaşmalıydınız. Necə ki mən artıq finala çox yaxınlaşmışam. Bir addım qalıb. Onu da atmağa hazıram. Uzun müddət təyyarəyə minmir. Göz yaşı akıttım Gilesi denden İlahiden bitti Bu dengileden Bari hem beheri Gitti elden Birazca da döz, döz, döz Birazca da döz kadar sürecek bu baş adamın elinden araya kaçamay zaman aman isteyene vermirsen aman eğer düz değilsen birazca da düz birazca da düz 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 birazca da düz aman isteyen vermirsen aman eğer dözülsen birazca da döz birazca da döz birazca da döz gözüm göre göre damıldı hakkım Neçə yol qurbanı oldun haqqın Bərk tut ətəyindən tutduğun haqqın Birazca da döz, 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 döz Güzel Hörmətli tamaşaçılar, ipucu gedə-gedə detektivimiz özünü çatdırdı. Qeyd edeyim ki, qızılın qiyməti qalxdıqca onun toylarının qiyməti də qalxır. Qızıl şlager, qızıl detektiv Faiq Ağayev. Teşekkürler. Ne güzel. Faik Bey, demeyin ki güle-güle gecikmişsiniz. Həm də gülə-görə gecikdim. Çünki xanımlarımıza ötən efir bir xatırlatma gəldi ki, dönər Gülhəd eləmişdi. Dedim, bəs mənə nə gəlib? Mən yanımda otururlar. Neçə efirdir, əzizlərimdir, dostlarımdır. Elə istəyirsən məndən başlayaq, hə, danışım. Nigar baxım. Qızıl şlager, qızıl gül verər də. Hə, adə məsələdir.
Hörmətli detektivlər, ipuçlarını dinlədiniz, təbii ki, çıxışı izlədiniz. Buyurun, elə Faiq bəy, sizdən başlayaq, mikrofona sizdədir. Qırat bizi heyrətləndirir, artıq neçənci efirdir. Bax, biz efirlərin birisi, hətta falset səsi idi. Burada qızğın müzakirə gedirdi ki, bəy ifaçıdır, xanım ifaçıdır. Çünki səsə hakimdir Qırat. Və bugünkü bu mahnını belə ifa etmək üçün, bu gözəl notları səsləndirmək üçün bir daha təsdiqlədi ki, gərək ki, Qıratın çox gözəl vakalı olsun. Eşq olsun. Çox heyrətləndirdi də, çox. Deməli, mənim zənnim məni allatmır. Bravo. Coşkun. Bravo. Professor, Bravo. mananadır. Ya. Ha? O keçdi, keçən veriliş keçdi. Hörmətli Qırat, sən neynədin? Sən Xumar Qədimovanın repertuarına müraciət elədin və biz yeni bir nəfəs eşitdik, yeni bir interpretasiya eşitdik, yeni bir musiqi eşitdik. Halal olsun sənə, çıxışın möhtəşəm idi. Layiqi yerindəsən. Bu əlbəttə ki, əgər icazə versəydiniz, bu xəyyam Mustafazadədir. Mən istərdim ki, xüsusi olaraq Coşkun bəy bir alqışlayaq. Çünki peşəkarlıq budur. Hər dəfə bir geyimdə, hər dəfə bir obrazda gəldi. Bir dəfə teenager obrazındaydı. Bir dəfə qraf kimi gəlmişdi. Bir dəfə kovboy. Bir dəfə sensei. Drakula. Möhtəşəmsiz. Aktyordur da, aktyor. Adam aktyordur da. Murat, siz də detektivsiz, buyurun. Təşəkkür edirəm. Boş vaxtlarımda detektivəm. Mən bir şey deyim. Fəxri variantını dedik, danışdıq, çürütdük, qoyduq bir qırağa. Bu günləri mən nədənsə Mərdanı yenidən eşitməyə başlayıram səhnədə. Və əziz tamaşaçılar, siz heç Samir Cavadzadənin ifasında Xumar Qədimova parodiyasını eşitmisinizmi? Eşitsəydilər, Allahım. tamaşaçılar eşitsəydi 10 qat bundan güclü alqış səslənər. Bəli, bəli. 10 qat. Düzdür, səhnədə parodiya deyildi. Amma bu nəğmənin özü, çünki Samir özəlliklə bu nəğməni parodiya edir, bu nəğmənin özü mənim ağlıma Samiri gətirdi. Və ötən həftəki ipucularına baxıram. Bizə demişdi ki, yuxumda bir qadınla uzun müddətli, röyamdan bir qadınla uzun müddət yaşayan böyük bir duetə imza atmaq filan. Deyin ona. Bəli, Samir röya duetinə eyham idi. İndi bütün ipucularını bir-bir yada sala bilmirəm, danışdıqca çıxacaq. Elə istəyirəm ki, ya Samir, ya Elnur olsun. Çünki bizim doğrudan da versiyamız yoxdur. İki dənə qardaş var idi. Eurovision'da. Tural. Hə, Kimsə onlardan ola bilər. İnanmıram. İnanmıram. Bəlkə Fəxrinin yanındakı İlkindir. Dövlətov. İlkin Dövlətov. Xəsəni. Yox, İlkin Dövlətov. Dövlətli oğlan. Murada baxın, Murada necə fikirləşir. Pərişan olmuşam. Yaxşı, gəlin biraz da kömək eləyək də. Buyurun Kamilə, nəsə əlavəniz varsa buyurun. Bizə təqdim edən kimi biz o dəqiqə biləcəyik. Bugünə qədər bəyən bilməmişik. Görün nə qədər maskaları açdıq. Hamısını açıblar. Hamısını tapıblar. Dərs çıxdı. Bax, bizə bu dəqiqə o ipucu lazımdır ki. Doğru yalan. Bəli, o dəqiqə tapaq. At, özün haqqında birinci məlumatı söylə. Popumuz var verilişinin qonağı olmuşam. Ayda, yox da. Popumuz var verilişinin qonağı olmuşam dedi. İkinci məlumat. Evdə tək filmi ilə yaşıdam. Evdə tək filmi ilə yaşıdam dedi. O dedi ki, popumuz var verilişinin qonağı olmuşam. Evdə tək kinosuyla yaşıdam dedi. Murad, kimdir bu? Mən bir dənə 87 ya 90. Adin Doğmanın bir dənə çıxış ilini baxım dəqiqləşdirim. Deyəsə 88 ya da 90 nəsə belə bir şey. Çünki mənlə eyni yaşdadır Adin Doğma. Yox, ola bilməz. 90'ların Məndən Sən əvvəli. neçə yaşın var? Mən
180. Sən ayıb deyil. Xanımdan yaş soruşarlar. Ay Murad. 45. Dost-dostdan Sən soruşdu. deyəsən O detektivliyinə salıb 1980-ci ildəndir. onu da öyrənmək və istəyirsən. 88 idi ya da... ya 80-lərin sonu ya 90-ların Ya əvvəli 89. idi. Yo, evdə tək filmi dostlar. Gəlin mən sizə deyim də. De. Demək 2 dənə evdə tək filmi var. 2 dəfə çəkilib. Sən mənə zəhmət deyilsə Donald Trump çəkiləndi. Biri 1990-cı ildir. Aha. O birisi isə 1992-dir. Deməli 90 ya 92-də. İndi gəlin Fəxri İsmayılovun doğum tarixini mən sizə deyim. Bir saniyə. Tələsmirik. Gəlin Sonra baxaq. tələsmirik. Araşdırırlar. Fəxri Murad Arif bizim mühasibətə baxır. Mühasibat hiss et. məsələsində. də şura var idi. Neçənci ildir? Məşhur şura. Fəxri İsmayılov 1995-ci ildir. Ay uyğun gəlmədi. Bu versiya 95'dir. Bu versiya rəhmətə getdi. Fəxri heç vaxt mənim qonağım olmayıb. Ad Fəxri deyil. Heç olmasa bunu tapdıq. Xəyyamı yaz ora. Xəyyam. Bizə Əhsən ağa biz tapdıq ki o fəxri deyil. Tapdıq ki bu Fəxri deyil. Ura. Nəhayət. Ürəyimə bir daş düşdü. Eşq olsun bizə. Dostlar, alkışlayın bizi. Əslində, əziz tamaşaçılar, detektivlər sevinməlidirlər ki, tapdıq. Onlar sevinirlər ki, heç olmasa bu deyil. Gəlin qaçaraq fikirləşək ki, vokalçı güclü kimdir bizdə? Biabırçılıq. Mərdan Kazımov 94-cü ildə doğulub. Yox. Və popumuz varda da heç vaxt olmayıb. Bu Mərdan deyil. Ura, bu Mərdan da Murad, deyil. siz nə xətt Gəlirəm, bir dəqiqə deyəm. Samir Cavadzadə Siz ikinci səs 94-də çəkilib də. Kimi, eyni yaşda. Eyni dinozavr. İndi bir dənə Çingiz Mustafayevi yoxlayırıq dostlar. Heç kim tələsmir. Tələsmirik ki. Beləliklə Çingiz Mustafayev 91-ci ildə olub, doğulub. Yaxındır, hə? Yaxın o deyil də. İkinci film hazırlananda. Popumuz var verişində. Amma Popumuz var da Amma olub. Çingiz Mustafayev qonağım olub, popumuz var da. Samir Elnur variantı çıxır. Onlar da 90-da 92-də qonağım olublar. Sonra variantlar deyin belə çıxar. Cima Xəyyamı deyirəm. Xəyyam Mustafazadə nə qonağım olub verişimdə, Aha. nə də ki 87-ci ildən də adam. Demək bu Xəyyam Mustafazadə deyil, Mərdan deyil, Fəxri deyil. A professor. A. Çingiz sən ata olmusan, bəs biz bunu niyə bilmirik ay Çingiz? İsrafil, oğluma toy elirsən, çağırmırsan? Murad, Gəlin Çingiz Mustafayevi təbrik edək onda. Coşkun. Nə barədə? Ha? Coşkun bəy. Bilmirik. Bəlkə fala baxasınız. Nəyə baxaq? Fala baxsın da artıq. Onlarda var axı, onlarda var. Yəni geyimi ilə falan bəlkə. Götürməmişəm, aksesuarları götürməmişəm. Qara şamdır. Gəlirsən, gətir də O onları. köhnə filmimizdə var idi. Elədiyimi eləmişəm onu. Rəvlatıram, fala baxıram. Elədiyimi eləmişəm sizə. Da Murad, bəs döngədəki Fəridin təvəllüdü neçədir? Vallahi bilmirəm. Bax da. Onu Wikipediyada da yoxdur. Yoxdur. Yox. Niyə? Bilirəm ki, çıxmayacaq. Coşkun, son təxmininiz. Kimi deyirsiniz, deyin, manana demin. Xahiş edirəm. Yox, təxminlər deməyəcəm. Yox, Malala daha deməyəcəm. Elvin Buyurun. Babazadə var idi, Çingiz Mustafayev var idi. Bir dəqiqə, Elvin Babazadəni yoxlayaq. Qonağın olmuyor. Sonra İlkin var idi, Mərdan var idi. Mən laf Afaq Bəşir qızı yaşlı eynəkli adamda veririk. Aha. Ya, tosibo. Murad, at qutarır ha, tez elə. de- Sonra amma verişində Xəyyam olmuyor. Mustafazadə Olmuyor. var idi. Amma mən yenə Buyurun, Coşkun bəy. öz təxminim Təxmininiz. Sən niyə elə Elvin Buyurun. Babazadə. durmusan? Elvin Babazadə. Zəndə deyə bu adam. Baxın, zən göstərir bizə. Kamilə xanım. Elvin Babazadə 92-ci ildə doğulub. Evdə tək filmi çəkilirdi. Kamilə xanım. Üstünə düşün. Onda sənin Kamilə verişində Babayeva. olur. Yox, Təxmininiz. olmayıb da o yalanı bu doğru. Amma Elvin ola bilər ha. Kamilə xanım. Elvin Babazadə. Kamilə xanım. Bax, ağa, gəl sənə bir söz deyim. Gördün, mənim Hacı. versiyam doğrudur. Murada dedim, gir orada telefonda bax Wikipediyaya baxmadı. Sənə deyir, amma heç kimə demə, eşitmirdi də özü, yox. Yox. Hə, mən dedim ki, Fəridə bax, döngə qrupundan. O da baxmadı. Bilir ki, tapmışam. Fərid Məmmədov. Bəli, bəli. Son təxmininiz. Faiq Ağayev. Mənim elə xoşum gəldi bu Elvin Babazadə versiyasından ki, professor. Sağ ol, akademik. Elə xoşum gəldi. Mən dəstəkləyirəm. Elvin Babazadə. Elvin Babazadə. Nigar Camal.
Nə Fəxridir, nə Elnurdur. Kim? Özüm bilmirəm. Çox sağ olun. Təşəkkürlər, əla versiyadır. Murad Arif. Son təxminim Popumuz Varda olan iştirakçıdırsa Çingiz Mustafayevdir. Popumuz Varda olmayan iştirakçıdırsa Elvin Babazadədir. Təşəkkürlər, minnətdarıq. Gəlin atımızı yormayaq və onu yola salırıq. Detektivlərimizin bu ana olan təxminləri belədir. Bəs siz necə düşünürsünüz? Qırat maskası arxasında kimdir? Cəngavər maskanın birinci mövsümündeydi. İkinci mövsümündə öz cəngavəri var. Sadəcə pələng dərisində. Pələng maskada! Mən sizə deyim, pəncəsi çox böyükdür. Biraz da yaxından tanıyaq. Axşamınız xeyir dostlar. Deyirləri xalqın bələngi nə izlədi? Bax, o xalqın bələngi mənəm. Bir çoxuna məni misal çəkirlər. Pəncəmi sıxanda ehtiyatlı olun. Mizrab tutmaqdan yorulmuşam. Amma sizə özüm barədə danışmaqdan heç zaman yorulmaram. Hər bir pələngin bədənindəki zolaqlar insanların barmaq izi kimi bənzərsizdir. Eyni naxşa malik iki pələng axtarmayın. Çünki tapa bilməyəcəksiniz. Elə bilirsiniz ki, təkcə təbiətdə gəzməyi xoşlayıram. Xeyr, mən üzməyi də hədsiz dərəcədə sevirəm. Yoxsa çayları və gölləri asanlıqla necə keçə bilərdim? İndi isə bu mərhələni keçmək fikrindəyəm. Çünki finalda pələngin vahiməli səsini eşitməyin başqa ləzzəti var. Bunu anons edelim. Mavi gözünden ulduzlar yatar, birce bakışla günü oyadar. Gel bakışınla bahar qaytar, kuşlar qayıtsın, koy qatar qatar. Qulaq as sözümə, sir açım mən sənə. Baxdın sən üzümə, ad qoydun gözümə, qaynayıb daşmadım mən. Baxdın sən üzümə, mat qaldım özümə, nə üçün çaşmadım.
mənə sən baxmasaydın əvvəlcə mənə mən dönəcəkdim sənin kölgənə qulaq as sözümə sirr açım mən sənə baxdım sən üzümə od qoydun gözümə qaynayım daşmadım mən baxdım sən üzümə mat qaldım özümə nə üçün çaşmadım mən nə üçün çaşmadım mən Çox tanış səsdir. Həddindən artıq. Çox tanış səsdir bu. Profesör, nə olar, sən bizi çıxart da. Danış. Sən mənim canımda özü xəyyammanan da demək ciddi bir versiyadır. Aha, artıq müzakirə başlayıb. Artıq müzakirə gedir. Kamilə xanım, nələrdən danışırlar? Biz sözü veririk professora. Hoppa, Profesör Coşqun Rəhimov. Bütün ümidimiz sənsən. Bütün yükü yıxdılar mənim üstümə. Mən yenə öz variantıma qayıdıram. Bu Samir Piriyevdir. Samir Piriyev. Murad, siz də belə düşünürsünüz. Maraqlıdır sizin fikriniz. Murad, bayaqdan baxırsınız, düşünürsünüz, yazırsınız, pozursunuz. İpuculara getdiniz, ötən... O Eliş Roşk verişlərə eləyirlər girdiniz. belə. Uyda. Bütün okulatkamı pozdum. Mən bir şey də bəyan etmək istəyirəm. Maska layihəsinin ikinci mövsümündə şəxsən mənə ən maraqlı maska pələngdir. Mənim qəlbimi fəth etmiş tək maska. Niyə? Soruş niyə? Niyə? Maraqlıdır, niyə? Qardaş, ona görə ki, çox şaxəlidir. Dostlar, ağlımızda tutduğumuz adlara doğru gedirik, birdən bizə muğam verir. Bəli. Düşünürük, aktyorda diapazon göstərir. Səsinin şirinliyi, dadı, duzu, ləzzəti çox yaxşıdır da bu maskada. Yəni, hər tərəfli şəkildə bizi oyuna salır. Mən, yadınızdadırsa, saç ağartdım bu yollarda. O nömrədə Abbas Əhməd demişdim və dedim ki, məncə 80'lərin və 90'ların birinci yarısının ulduzlarına doğru gedək. Eyni zamanda şən və hazır cavablarından Emil, Azər bəyin adlarını xatırladım və bu hisslər məni tərk etmir. Amma yeni ad demək lazımdırsa, özəlliklə xarici ölkədə təhsil aldığına vurğuluyursa, mən istərdim ki, dünya ulduzu Joe Stone'la bir yerdə səhnə bölüşmüş bizim çox istedadlı vokalçımız İlham Nəzərovu xatırlayaq. İlham Nəzərov dünyanın hər musiqisini oxuyar və bir vokal müəllimi kimi xariqələr yarada bilər ki, pələng xariqələri yaradır. Faiq bəyin Muradın çıxışına sonra bir təəccüb hissi və yaxud əlavələri var deyəsən? Yo, sən o yuxuda yatırsan, belə bir qapılar açılır, Rusca ona amfilada deyilir. Bax, bir qapılar açılır, heç kim yox, qapılar açılır, heç kim yox. Murad danışan dedim ki, qapı açıldı və gördüm, sonra yox. İlk notundan bizə Sərxan səsinin, tembrinin o havasını bəxş etdi. Elə bil bizim pələng. Mahnıdan danışmaq istəyirəm. Polad Bülbüloğlu'ya gürültülü alqışlar. Nə qədər gözəl mahnılar bəxş edib bizim musiqi xəzinəmizə Polad Bülbüloğlu və bu Polad Bülbüloğlu mahnısının yeni bir versiyası idi. Bizim musiqiçilərin gözü ilə gördük bu versiyanı və mən pələng oxuyanda dedim kimdirsə yaxşı vokalçıdır, gözəl vokalçıdır və bizim maskalarımız sona yaxın elə bir səslərə açılır. Bilmirəm, valla, o qədər çaşqın qalmışam ki, bir məqam var idi, hətta fikirləşdim ki, bəlkə Niyam Səlamidir bu. Çünki hərəkətləri ilə əgər mən səsi eşitməsəydim, bədən hərəkətlərinə görə Niyam Səlami idi, misal üçün. İndi gəl sən Niyam Səlami ilə bədən hərəkətləri, deyək ki, Sərxanı
və ya Samir Piriyevi birləşdir və fikirləş ki, baba ortaq cəhətlərdə uyğun kim var? Heç kim. Mənim hələlik versiyam yoxdur. Mənim bir dənə versiyam var, kömək üçün deyim. Arxaya salto vura bilmək məsələsini biz 100% bilərdik. Kimsə tamaşasında, teatrında, kinosunda, klipində bunu göstərərdi. Çünki bunu heç kim etmir bizdə. Bir dənə mənəm, o da ki, mən təvazökarlıqdan göstərmirəm. Başqa bir şey var. Burada 45 hektarlıq üzüm bağında çalışmışam nə deməkdir? Biz müasir dövrdə heç bir sənətçinin şəxsi 45 hektarlıq plantasiyası yoxdur. Deməli, bu Sovet dövrünün gənclərindən, yeniyetmələrindəndir ki, o vaxt müəyyən mövsümlərdə aparırlar pambıq tarlalarına, üzüm bağlarına. Ona görə də biz 80'ləri gözü ilə, həyatı ilə, yaşantısı ilə bilən insanı axtarmalıyıq maskanın arxasında. Və bir sualım var sizə, əziz hörmətli detektivlər. Fuad bəyin, Fuad Osmanovun səsi var yoxsa yox? Aktyor Fuad Osmanovun belə səsi yoxdur. Gözəl aktyor səsi var, gözəl oxuyar da, tamaşalarda məncə hətta Bu qədər dəyişməz oxuyur. səsini. Amma Bu qədər belə yox, dəyişməz. belə yox. O zaman bu aktordursa yalnız və yalnız Əkbər Əlizadə belə oxuya bilər. Başqa heç kim. Aktyorlardan. Əgər zaman maşınına minmiş isə və yola düşmüş isə, bəlkə elə bu 90'ların belə də, yəni bütün konsertlərinə hamımız gedirdik. Hə, gəl, mən sənə kömək eləyəcəm, bir şey deyəcəm sənə. Bundan əvvəl dedik oğludur. İndi bəlkə elə atasıdır səhnədə. İlqar İlqar Xəyal. Atasıdır, niyə? Çünki bizə axı bugün dedi ki, mizrab tutmaqdan yorulmuşam. Axı İlqar Xəyal tarifatçısıdır. Amma mizrabdırsa, eyni zamanda gitara da ola bilər. Yox, amma İlqar Xəyal gitar ifaçısı deyil. Yox, amma gitara ifaçısı olan bizdə kim var? Samir'in elə... Sərxan. Məharəti Abbas Əhməd. Aha. Və Samir Piriyev. Yox. O da... Gitara ifası. Yəni o piyaninoda... Yox, mizrabı da. Mizrabı da. Söz Nigar Camalındır. Nigar. Əgər biz 80-ci illərdən ya 90-cı illərdən danışırıqsa, gəlin düşünək, bəlkə Bakı Oğlanlar komandasından biri ola bilər. Elçin. Elçin oxuya bilər. Yox. Elçin, bilmirəm, düşünmürəm ki, Elçin ola bilər. Amma mən Müşfiq Abbasov. Ola bilər. Bizim senarist, Bəli, prodüser. ola bilər, amma mən bilən xaricdə təhsil almışam, burada yazılıb. Xaricdə təhsil alan Azər Məmmədzadə, deyəsən İngiltərədə, London şəhərində təhsil almışdı. Və özü 70-ci ya 72-ci ildən təvəllüddür və mən düşünürəm, o da ola bilər. Çünki onun da belə gözəl səsi Əzizəm var. Kərarım, mən təklif edirəm ki, 90'larda artıq ulduz olmuş yox, elə 80'lərdə, 90'larda anadan olmuş insanlardan fikirləşək. Maksimum bizim mənə elə gəlir ki, personajın özünün bir 35-40 yaş ola bilər. Mənə elə gəlir. Çox çevikdir, çox müasirdir. Detektivlər, gəlin iki məlumata gedək. Baxaq görək, Pələng gözü haqqında hansı məlumatları verəcək. Doğru və yanlış məlumatlardan söhbət gedir auditoriyamız. Hazırlıqmı? Səsiniz də gür gəlir. Pələng, buyur, birinci məlumat. Grubum var. Grupum var dedi. And Brothers. İkinci məlumat. Siyasi partiyanın üzvüyəm. Siyasi partiyanın üzvüyəm. Dedi ki, grupum var. Sonra dedi ki, siyasi partiyanın üzvüyəm. Birincini daha çox doğruladı tamaşaçılarımız, zalda əyləşən tamaşaçılarımız. Bu nədənsə danışırmı, hansısa bir izahı varmı Murad? Yox, heç bir izahı yoxdur. Azərbaycanda əgər müğənnidirsə, bütün müğənnilərin demək olar ki, öz ansamblları var və qrup ona göndərmə ola bilər. Siyasi partiyanın üzvü olmaq da o qədər geniş yayılmış haldır ki, bugünkü ipucuları heç. Yaxşı, sən siyasi partiyanın üzvüsən. Partiya üzvü olaraq neynəmirsən ki, biz bilək ki, bu partiyanın üzvüdür həm də. Yəni, partiyanın üzvüdür, o üzvlük kitabçasının cibində daşıyırsa, o partiya üzvlüyü sayılmır. Ona görə daha çox qrupum var eyhamına. Grup ansambl ola bilər. Abbas Bağırovda Atrio qrupu var idi. İndi də Qaytağı da oxuyur da, yəni Qaytağı ansamblı, onun komandası sayılır. Pələng qadın ola bilər. Yox. Yox. Dəqiq. Bilmirəm. Bəlkə qəribə bir qadındır, amma qadındır.
Ola Get bilər. yaxından bax, məncə deyil. Yox, mən yaxına baxıram, amma onu bəlli etmək mümkün deyil. Hörmətli Coşqun bəy, son təxmininiz. Samir Piriyev. Camilə Babayeva, Fərid Əskərov. Faiq Ağayev. Fərid Əskərov? Hə. Hansı? Moskva? Hə. Oydu, bəs niyə demirdin deyə Dedim, Yaxşı neydi gəldi? versiyadır. Kosmos indi mənə xəbər çatdırdı. Yaxşı. Mən də elə o dəqiqə dedim. Doğrudan yaxşı. Nə yaxşı? Çox yaxşı versiyadır Kamilə. Amma Çox yaxşı Amma Fərid versiyadır. çox bəm ifaçısıdır ya. Amma Fərid Işıltılı bəm eynisini ifadəsi. eləyərdi. Yox, Fərid bir də görsən ki, ağzın bir tərəfini yumur, o bir tərəfini açır. Elə zil not götürür ki, yo. Faiq bəy, son təxmininiz. Mənə qayıb yazında bu günləri. Faiq bəy, əvvəldə yazmışıq. Hə, onda keçsin. Bilmim, yoxdur versiyam. Nigar Camal, Azər Məmmədzadə. Murad Arif, Cəsur, Yuxu qrupunun solisti Cəsur Neymətov. Detektivlərimizin bu ana olan təxminləri belədir. Bəs siz necə düşünürsünüz? Pələng maskası arxasında kimdir? birinci qarşıdurmanın səs verməsi olacaq. Səs verməyə başlamaq üçün birinci qarşıdurmanın birinci maskasını Qıratı dəvət edirik. Yarım final və finala gedən yoldayıq əziz tamaşaçılarımız. Biz istəyərdik ki, birinci bizim detektivlərimiz məsləhət bilsinlər. Hörmətli, dəyərli Coşqun bəy. Mən elə əvvəldən demişəm ki, mənim favoritim pələngdir, pələng. Yəni, Qıratın Pələng finala maskasının geçsin. açılmasını istəyirsiniz. Bəli. Kamilə Babayeva. Nəsə hiss eləyirəm ki, bizim o qıratımız qaralanmış kimidir. Niyə hələ heç kim deməyib? Elə heç kim eşitmir. Yəni, Mən Coşqun kosmos bəy deyir deyir, mənə. yəni. Coşqun deyir. Mənə kosmos deyir. Hiss eləyirəm. Hiss eləyirəm. Gəliblər də yəni. Hə, mane Əlbəttə. olma. Qoy hisslərini Madam izhar ki, etsin. hisslərim mənə belə bir xəbər göndərir. Aha. Pələngi sevirəm, pişik kimilər üçün ürəyim gedir. Bu faktı özüm də şir bürcüyəm. Amma bu məqamda baxıram Qırata, fikirləşirəm ki, Qırat hələ maskasını açmasın. Yəni, pələngin maskasının açılmasını istəyir Kamilə Babayeva. Murad. Mən bir vacib məqamı demək istəyirəm və istərdim ki, bu sizin üçün ipucu olsun, hörmətli auditoriyamız, sevimli insanlar. Buyurun. Qırat personajı ətrafında yalnız doğru 3-4 nəfər adamın adı çəkilir. Pələng bu layihənin o maskasıdır ki, 33 nəfər adamın adı çəkir. Məcbur edir. Aktyorlardan axtarırıq, xanəndələrdən axtarırıq, caz ifaçılardan axtarırıq, pop ifaçılardan axtarırıq. Və bu, onun bu layihədə zəhmətinin göstəricisidir. Gəlin, pələngin zəhmətini dəyərləndirək. Aydındır. Seçim mərhələsinə... Qıratın maskasını açılmasını Seçim istəyərdiniz. mərhələsinə, bəli, Aydındır. Qıratı göndərək. Təşəkkürlər. Amma bu Nigar- son deyil də, sonda saxlaya Təbii, bilərik. təbii, hələ var. İndi Son pələngi səsvermə qoruyaq, var. xahiş edirəm. Təşəkkürlər. Nigar Camal. Əslində ikisini də mən finalda görmək istəyərdim. Çünki ikisi də çox güclü bir maskadılar. Kaşki. Və kəşki, hə, görərik də, baxarıq. Bəlkə də oradan da ikisi də finalda qalacaq. Və indi mən nədənsə əminəm, düşünürəm ki, bizim zalımız, iştirakçılarımız Qıratı seçəcək. Buyurun. Amma mən pələngi seçirəm. Bəli. Pələngi seçirəm. Pələng maskası açılsın. Qıratın maskasının açılmasını istəyir Nigar Camal və Faiq Ağayev. Mən istəyirəm ki, əgər siz indi seçim eləyəcəksinizsə, elə eləyin ki, Qırat qalsın və finala, üçlüyə çatsın. Bizim milli obrazımız orada olsun. Yad planetlidir, pişikdir, pələngdir.
hamısı olmazın istedadlıdır. Amma Made in Azərbaycan bir dənə qıratdır. Onu qoruyaq. Amma Faiq bəy də düz deyir. İndi az səs toplayan maska dərhal finala gedəcək. Odur ki, səs verməyə başlayırıq. Əziz tamaşaçılarımız, hazırıq mı səs verməyə? Əlasız. Əgər siz Qıratın maskasının açılmasını istəyirsinizsə, A düyməsini sıxacaqsınız. Əgər siz Pələngin maskasının açılmasını istəyirsinizsə, B düyməsini sıxacaqsınız. Səs vermə başlasın. Bəli, doğrudur. Əslində bu səs vermə çox önəmlidir. Çünki bilirik ki, az səs toplayan maska dərhal finala gedəcək. Və finalda biz o maskanı görəcəyik. Çox səs toplayan maska isə gözləmə otağına gedəcək və final səs verməsini gözləyəcək. Stop! Və maraqlıdır. Növbəti sonuncu mərhələ, yəni finala kim gedəcək? Qırat. Pələng. Növbəti mərhələyə gedir. Finala gedir. Qırat. Siz finala gedirsiniz. Pələng, siz isə maskanı çıxarmağa namizədsiniz. Buyurun. Yarım finalın ikinci qarşıdurması başlayır. İkinci qarşıdurmada bir tərəfdə yad planetli, bir tərəfdə isə pişik olacaq. Tarixdə ilk üzük qaytaran yad planetli. Sevgili, çaşdım yenə. Yad planetli gəlir. Bəli, bu manana. Artıq mənə kəllə vurur. Biraz tanıyaq. Yerlilər, necəsiz? Yaxşıyıq. Uzaq galaktikadan gələn yad planetli yenə sizi salamlayır. Sizə biraz məşhurluğumdan danışım. Steven Spielberg barəmdə 82-ci ildə film çəkib. Belə demək olarsa, yad planetli ilə ilk görüş o vaxt olub. Bu filmi şərh etmək istədim. Çünki şərh məndə yaxşı alınır. Amma hələ ki, rejissordan belə bir təklif almamışam. Filmin adı nə? Spielbergdən fərqli olaraq, Elon Musk belə mənim varlığıma şübhə edir. Bəlkə bu ifamdan sonra detektivlər kimi onu da varlığıma inandıra bildim. Yəqin sizə maraqlıdır ki, mən boş vaxtımda nə ilə məşğul oluram. Elə sizin kimi biraz radioya qulaq asıram, biraz internet, biraz TV, biraz da yemək yeyirəm. Bir də gördüm, gün keçdi. Görək bugün necə bitir? Finala çıxıram ya yox? Başlayaq. Hazırsınız?
Leyla Şükürüskaya. Eşkin məhəbbəti düşüb canıma, ana göz yaşını sil qadan alır. Eşkin məhəbbəti düşüb canıma, ana göz yaşını sil qadan alır. Yaşın ermini adlayıb keçib, yaşın ermini adlayıb keçib. Gözləyə bilmirəm bir qadan alım, özüm dərdlərimi bir qadan alım. Eşkin məhəbbəti düşüb canıma, ana göz yaşını sil qadan alım. Eşkin məhəbbəti düşüb canıma, ana göz yaşını sil qadan alım. Yaşın ermini atlayıb keçib, yaşın ermini atlayıb keçib. Gözləyə bilmirəm bir qadan alım, özüm dərdlərimi bir qadoyalım. Bu nəsirdi düşdüm ana, eşq oduna düşdüm ana. Məncə kimdirsə rus dillidir. Ay bu nəsirdi düşdüm ana, eşq oduna düşdüm ana. Məhəbbətin qüdrətini mən belə bilməmişdim ana, mən belə bilməmişdim ana, mən belə bilməmişdim ana, mən belə bilməmişdim ana. Sevgilisi. Beni bu oğlandı. Ağa kız elden gitti. Olar qaynanamın şəklinə baxım. Yaxşı, Anasının şəklidir. Hə, anasının şəklidir. Mənim sevgilisinin şəklidir. Yox, anasının şəklini gətirib ki, yəni darıxmışam anan üçün. Oradadır, mən buradayam. Yox, yox. Ha, sənin gələcək qaynanavın şəkli. Bəli, dedim axı, qaynanamın şəklinə baxım da bir tanış olur. Ağa, səninki təsəllidir. Buyurun Murad. Səninki təsəllidir. Nəğmə sevgi nəğməsidir. Onun da yad planetdə yarı var. Bəli, ağa. Barış bununla, barış. Dostlar, hər şeyi ilə, hər həftə deyilən ipucularıyla çox sevimli, əziz, dəyərli maska redaktorları bizi inandırmağa çalışır ki, bu maskanın arxasında Hüsniyədir. Düzdür. Yox. Həmçinin də bugün. Niyə? Niyə? Bir gəlirəm. Dedə niyə? Niyə, Murad, Hüsniyə. Hüsniyə. Çünki, baxın, aş yeməkdən danışıb, aş. Aha. Hüsniyə aş yeməyi çox sevir. Garajdan danışıb. Hüsniyə garaj aparıb mənlə. Bəli. Şou üçün uçub gəlmişəm. Bu yenə Hüsniyəyə aparan fikirdir. Nəqliyyat vasitəsi, avtomobil satmışam, maşını satıb köçüb Amerikaya, bilirəm də. Daha sonra bir dəfə 30 xinqal yeyə bilərəm. Axı bu Hüsniyənin məşhur statlarından biridir. Ya Nepal. Bəli, Eynən. 30 xinqal yeməyi. Nepalda gözünün qarşısında adam yandırıblar. Daha sonra görün, baxın. Bax, bugün nə dedi bizə Yad Planet? Nə dedi? Dedi Radio ki, filmlərə toxundu. Steven Spielberg 82-ci ildə Bəli. film çəkib. 82-ci il Hüsniyədir. 82-ci yoxsa 80-ci dedi. 82-ci. Ha, 82. Aha. Daha sonra deyir ki, yaxşı şərh etməyim var. Ay Hüsniyə, axı biz elə səninlə İctimainin studiyasında Maneskin'in qələbəsini elan etmişik. Avroviziyanı şərh edərək. Ay Hüsniyə, adamın bir insafı olar. Gəlmirsən bir dostuma deyilən gəlmişəm. Gedək 30 dənə xingalı mən yeyim də. Təşəkkürlər. Amma bir dəqiqə. Hə, Bir dənə məqam var. Bu da maskada həmişə olan məqamdır ki, bizi elə bilərəkdən aparırlar boşqabın ortasında. Deyirlər ki, gələ Hüsniyə de. Hüsniyə olmasa Səmradır. Hə. Hə. Kamilə, siz də dediniz, hə. Buyurun Kamilə xanım, sizi dinləyək. Muradla veriliş aparmısan.
şərh etmisən. Bəs mən axı sənin dostunam. Həm də biz səninlə həmfikirik. Həm də mən də axı sənin kimi gedirəm. Düz sən orada yaşayırsan, mən də geyib gəlirəm. Bəs mənə deməzdər, sən maskadasan. Əgər bu hüsniyyədirsə, onda halal olsun bu səs, bu musiqi, bu qədər hiss eləmək. Yəni mən hüsniyyənin səsini eşitməmişəm. Yəni oxu səsini eşitməmişəm. Muraddan soruşun da. Çox eşitmişəm. Ya konservatoriyanı bitirəm. Yox, indi mən eşitməmişəm də indi. Qismətim buradadır. İndi neçə verilişli hüsniyyə deyirlər. Amma mən də öz variantımda qalıram. Bu Mananadır. Nigar Camal. Kimdirsə balaca boydu. Bizdə də balacalar kimdir? Ya Səmradır, ya Hüsniyadır, ya da Coşqun Padruqası Mananadır. Faiq Ağayev. Buyurun Nigar, nəsə demək istəyirsiniz? Əlavəniz vardı. Və onlardan biraz hündür, Natavan ola bilər. Natavan Həbibi. Buyurun. Mən elə Natavan versiyasından başlamaq istəyərdim. Çünki ötən dəfə mən hətta burada dedim, amma onu açıqlaya bilmədim. Söhbətin məğzi döndü, yolu döndü. Ötən dəfə Yad Planetli söyləmişdi ki, indi də gedim səhnəyə ustad ifası eləməyə. Nəsə belə bir şeydir. Statın dəqiqliyinə cavabdeh deyiləm, amma məğzi buydu. 2013-cü ildə Space telekanalında yarışma gedirdi və o yarışmada mən də münsif idim, ustad münsif idim və Natavan Həbibi də ustad münsif idi. Bax, bu ustad məsələsi məni Natavana gətirdi. Bayaqdan mən fikirləşirəm ki, bu elə belə aksesuar deyil, o anasının şəklini hey bizə göstərir, hey göstərmək istəyir ki, mən anamı çox sevirəm və bəlkə də bizə bir növ him eləyir ki, mənim anamı siz də tanıyırsınız. Bəlkə bu İlqarə Kazımovadır, Aygün Kazımovanın qızı. Aygün maşallah istənilən obraza girə bilər. İstənilən obraza girə bilər. Manananın da anasını tanıyırdıq da, rəhmətliyi. O da ola bilər. Yəni mənim versiyam budur və bir versiyada söyləmək istəyirəm. Bəlkə bu Safuradır. 3 versiyam var. Natavan Həbibi, İlqarə Kazımova və Safura. Keçib birini də dinə. 4 elə. Mən Manana deyə bilmərəm, professor. Hörmətli detektivlər, gəlin yalan, doğru məlumatı da var axı bizdə, düzdürmü? Auditoriya kömək eləyək onlara. Kömək eləyək detektivlərimizə. Bəli, sizin alqışlar çox önəmlidir. Yad Planetli özü haqqında 2 məlumat verəcək. Yad Planetli, buyurun, birinci məlumat. Qarabağ Universitetində dərs deyirəm. Qarabağ Universitetində dərs deyirəm. İkinci məlumat. Atam Qarabağ müharibəsinin veteranıdır. Atam Qarabağ müharibəsinin veteranıdır. O dedi ki, Qarabağ Universitetində dərs deyirəm. Sonra dedi ki, atam Qarabağ müharibəsinin veteranıdır. İkinci məlumatı doğruladı. Murad da dərhal mikrofonu götürdü. Buyurun Murad. Mən bildiyimə görə Hüsniyyə hərbçi ailəsindəndir. Mən də eşitmişəm. Nuranın valideynləri Qarabağ müharibəsinin iştirakçılarıdır. Dərs deməkdə bizdə bir nömrəli pərgar Elnarə Xəlilovadır. Bilirsiniz, o hər ilk fürsətdə həmişə dərs deyir. Və deyəndə də düz deyir. İndi ola bilsin yolu Qarabağ Universitetində düşüb, orada da dərs deyir. Manana Qarabağ Universitetində dərs deyə bilər. Yox. Niyə? Yox, bilər, amma belə bir şey yoxdur. Onu demək istəyirdim. Gürcü dilini. Və Elnarə Xəlilova üzərində biraz düşünək də, xahiş edirəm. Elnarə bu maskanın arxasında ola bilər, bir mənalı ola bilər. Bu da gözəl versiyadır. Yalan doğrulardan istəyirəm Elnarəyə yol gəlsin. Reperlə dueti var. Ailə üzvlərindən biri Avropa çempiondur. Belə bir söz eşitmişəm elə bil közündən. Daha sonra efirdə işlətdiyim ifadəyə görə kanalın yayımı 3 saat dayandırılıb. Elnarə cəsarətli qızdır. Elə şey deyər ki, 3 saat yoxu 3 illik bağlanar kanal. Daha sonra yoldaşım mənə 2 dəfə avtomobil bağışlayıb.
Bu versiyaya da mən inanıram. Çünki ola bilsin ki, Rövşən hədiyyə edibdi ona. Nepalda gözümün qarşısında insan yandırıblar versiyasını da əsaslandırım. Bilirik ki, Elnarə bir şirkətin reklam siması olub. Çəkilişlər Hindistanda aparılıb. Ola bilsin ki, özdə Elnarə macəra sevən qızdır. Gəzə-gəzə gedib Nepala qabağında adam yandırıblar. Amma eyni zamanda inanıram ki, onun xarici xoreografdan da dərs ala bilər. Amma o faktı bilmirəm. Ala bilər. Onu bilmirəm. Onu bilmirəm. Okey, tamam. Efirdə işlətdiyi ifadəyə görə kanalı... Onu dedim də, o verilişin aparıcısıydı. Çıxdı getdi. Bədən quruluşuna görə Elnarəni görürsünüz Elnarə orada. deyil, yox, mən Bədən görmürəm. quruluşuna baxın. Kimdisə belə çox şey deyə belə... Çox aktiv, çox... Üzr istəyirəm ifadəmə görə belə... Şıkırdaşırsınız. Loru söz var, belə dingiliqoz insandır kimdisə. Amma Elnarə artistdir də. Bəlkə dınqiliqoz obrazına girib Faik bəy. Ola bilər. Ola bilər. Onu natavan da eləyə bilər. Nigar Camal, biz sizi də eşitmək istəyirik. Sizin təxminlərinizi. Mənim təxminim yenə də mən düşünürəm ki, bu natadır. Natavan həbibidir. Kamilə xanım, Murad bəy danışanda, Hüsniyə təxminini söyləyəndə haradasa razılaşırdınız, haradasa düşünürdünüz. Maraqlıdır, nə düşünürdünüz? Muradla razılaşırsınız, yoxsa əksinə başqa fikirləriniz var, başqa təxminləriniz var? Məni çaşdıran bir məqam var. O da ondan ibarətdir ki, əgər bu Hüsniyyətsə və əgər biz artıq demişiksə adını, əslində Murad lap birinci deyəsən çıxışların, birinci çıxışın ən ilk həftədə söyləmişdi. Və ondan sonra israrla, yəni əgər maskanın arxasında Hüsniyyətsə, bu qədərmi onun kartları açılardı? Digər maskalarınsa bir kartı belə açılmır. Yəni nə oldu? Ya yandırılır Hüsniyə, o Nepaldakı adam kimi, ya da ki bizi... Qaraj sözünü atırlar ortaya. Son təxminlərinizi eşitmək istəyirəm. Hörmətli Coşqun bəy. Mən istəyərdim ki, ağanı ürəkdən alqışlayaq, qoy mənim təxminimi o desin. Manana. Bəli. Təşəkkürlər. Kamilə Babayeva. Hüsniyə Məhərrəmova. Hüsniyə Məhərrəmova. Dərhal Murada deyəcəm. Murad, son təxmininiz. Mən bu mövsüm Yad planetli üçün ilk dəfə olaraq Elnarə deyirəm bugün. Elnarə Xəlilova. Bəli. Nigar Camal. Yenə də nədənsə düşünürəm ki, bu natavan həbibidir. Faiq Ağayev. Mən də Səmra deyəcəm. Təşəkkürlər. Şəkli götür. Get mamaya bax, anana bax. Nə qədər istəyirsən. Bilirəm, darıxırsan. Yola salırıq. Yad planetli. Detektivlərimizin bu ana olan təxminləri belədir. Bəs siz necə düşünürsünüz? Yad planetli maskası arxasında kimdir? Yad planetin gözəli gəldi. İndi isə öz planetimizin gözəli pişik gəlir. Kıs kıs kıs. Miau deyib özü haqqında daha ətraflı məlumat verəcək. Ay yavrum. Hörmətli detektivlər, nədir? Yenə o eyni adları çəkməyə hazırlaşırsınız? Tələsməyin. Ondansa deyin, evdə eşikdə nə var, nə yox. Bu sualı mən sizə adi pişik kimi deyil, jurnalist kimi verirəm. Mənim bu qabiliyyətimi okeanın o tayından gələnlər Ulan kim gəldi ki o taydan bizim jurnalistimiz qabağına çıxsın? Hüsniyə.
obrazıma evdə pişik kimi canlının hərəkət eləməsi və sizinlə ünsiyyət qurması tənhalıq hissi yaşayan insanlar üçün güclü bir emosional dəstəkdir. Elə bilirsiniz, bunu mən deyirəm? Xeyr, bunu bir neçə psixoloq deyir. Səhnəyə doğru uşaqlar, pişik tamaşaçıları çox gözlədə bilməz. Ya qulaq asaq. For us, we created something phenomenal. Don't you agree? Don't you agree? You got me feeling damaged. Nothing on this planet compares to it. Don't you agree? Don't you agree? Honestly, got you sleep when I got you next to me. All night, we're right under you. Let's get physical. Lights out, follow the noise. Baby, keep on dancing like you ain't got a choice. Come on, come on, come on. Let's get physical. Adrenaline keeps on rushing me. Love the simulation we're dreaming in. Don't you agree? Don't you agree? I don't wanna live another life, 'cause this one's pretty nice. Living it out. Honestly, can't you sleep when I got you next to me? All night, we're right under you. No, you got my back. No, I'm not you. So come on. Let's get physical. Lights out, follow the noise. Baby, keep on dancing like you ain't got a choice. So come on, come on, come on. Let's get physical. Hold on, just a little time. Come on, hold on. Tell me if you're ready. Come on, baby, keep on dancing. Let's get physical. Hold on, just a little time. Come on. Tell me if you're ready, come on. Baby, keep on dancing. Let's get physical. Değerli detektivler, hoş gördük bir daha ve isterdim ki Murad buyur. Mənim əziz qardaşım, ağa. Aycan. Sən pişiyə daha çox yaraşırsan amma. Yəni bu variantı da ağlında tut, xahiş edirəm. Olar. Olmadı elə, oldu belə. Olmasın, bu olsun. Dua Lipa yalandı, ay pişik. Dua Lipa'ya bizim öz pişiğimiz var. Pişik Lipa. Ya Leyla belə oynamaz. Məncə Mən də. keçən səfərdə ağlımda tutmuşam Leylanı. Məncə də. Leyla deyə gəlmişəm. Digər tərəfdən Leyla da artistdir də. Aha. Nə don desən, o dona uyğunlaşa bilər. Leyla O cildə Quliyeva da. uyğunlaşa bilər. Amma inanmıram ki bu Leyla olsun. Amma səsinə görə Leylanı eşidirəm. Sonra mən kim demişdim? Mehin demişdim. Bəli. Mehini eşidirəm. Çox sevdiyim Kamilənin çox sevdiyim variantı. Lamiyə Kərimovanı eşidirəm. Təzə ad deyim bugün, təzə. Buyur Murad, buyur. Bana da. Hansıdır ki mən pişik üçün deməmişəm. Safranı eşidirəm. Amma gəl ipuçlara baxaq da. Bu bizə deyir ki, mənim jurnalistik qabiliyyətimi okeanın o tərəfi, o tayından, adətən okeanın o tayı həmişə Amerika deyil. Düzdür, o durduğun yerə nisbətən ölçülür. Amma Tokyo'da ola bilər. Misal üçün, Leyla bu yaxınlarda Yaponiyadan reportajlar hazırlayıb, müəyyən bir səfəri olubdur, biz bunu bilirik. Amma ötən dəfə deyirdi ki, xalq artistinə həsr olunmuş mahnının mətnini yazıb. Leyla yazıb, Leyla mahnı mətnləri yazır. Bu arada onun bu istedadından mən xəbərdaram. Orada jurnalist sözündə dedi səfərdə. Leyla jurnalist də, yəni biz aparıcı kimi başlamışıq.
aparıcılıq jurnalistikanın bir hissəsidir, bir tərəfidir. Sual verirsən, cavab axtarırsan. Bir çox oxlar Leylaya aparır. Doğrudan da digər detektivlər, əziz dostlarım, sevimlilərim söyləyirlər Leyla Quliyevanın adını. Mən hər dəfə baxıram, amma bədən dili mənə sanki onu demir. Versiyalar yaxındır, ola bilər. Amma bu rəqsi, bilmirəm, edərdimi? Niyə də yox? Bizim pişiyimiz. Maskada hər şey ola bilər. O da ola bilər. İndi bir ad deyəcəm, amma o da onu eləməzdi heç vaxt. Nəsə mənə... Mən deyim birin. Deyirəm. Sevdə Ələkbərzadə. Sevda. Demir. Sevda. Deyir. Faiq Ağayev. Bəlkə evdə özümüz olduğumuz Siz də zaman, qoşulun zəhmət olmasa. Coşqun bəy... Biz Sevda Ələkbərzadə versiyasını Nigarla elə ilk notlar səslənən kimi başladıq müzakirə eləməyə. Hətta dedim ki, niyə iki bacı, ikisi də gəlməsin ki? Mən eşitməmişim. Biz burada bu barədə söhbətlər eləyirdik. Mənə elə gəlir ki, yəni bugünkü ifaya görə bu Əminə Şirində ola bilər. Bu... Əslində Əminə Şirin də ola bilər. Əminə Şirin ola bilər, çünki muğam da oxuyur. Bax, belə o azadlığı da dingildəməyi də ola bilər səhnədə. Xatun ola bilər. Çox rahat deyil. Murad? Niyə narahat olsun? Niyə narahat olmalıdır? Hörmətli detektivlər, Əminə maraqlı gəlin variantdır. özü haqqında kim məlumatı desin, o da bizə bir balaca kömək eləyə, bəlkə biraz da yaxınlaşaraq pişiyə. Pişik özü haqqında kim məlumatı deyəcək? Hazırıq mı? Gəlin onlara dəstək olaq, alqışlarınızla hansının doğru məlumat olduğunu, hansının yanlış məlumat olduğunu təbii ki, qiymətləndirəcəksiniz və hansına daha çox alqış gələcək, mənə də maraqlıdır. Pişik, buyur, doğru və yanlış məlumat. Birinci məlumat. Anam məndən populyardır. İkinci məlumat. Aygün Kazımova İlqarə. Mən bu şouda qazanacağıma əminəm. Çünki 11 məşhura qalib gəlmək təcrübəm var. İkinci versiya, həqiqət, alqışlamaya Amma ehtiyac yoxdur. bir dəqiqə mən soruşum, 11 nəfəri udubsa nədir? Maşın şouda oldu. 11 məşhur, Kim 11 udub? məşhura qalib gəlib. Maşın şouda. Kim? Yəni şounun qalibi deyil, maşında 17-18 iştirakçı olur. Amma 11-inə qalib gəlib, ola bilər. Onda Kamilə də var, o siyahıda. Nömrə 1-də kim qalib Elnarə qazanmışdı? də var, o siyahıda. Nömrə 1-in qalibi Xatirə idi. Kim idi nömrə 1-in qalibi? Yox, Natavan Həbibi. Yo, Natan Həbibi Aygün xanımı Qalib udmuşdu. oldu. Amma layihənin qalibi Xatirə idi. Olmadı. Yo, İzzət Bağırov oldu. İzzət Dəqiq. Bağırov oldu. Hə. O zaman Xatirə İzzət Bağırovu çıxmaq şərtilə 11 məşhurun bəlkə qalibi olub, ona nəzər verirlər. Maşın şou ola bilər. Baxın, gəlin fikirləşək, bizdə nə yarışma olub ki, orada 12 nəfər, 13 nəfər iştirak eləsin. O xatirə üçün, Bəlkə Avrovision'ın seçimləri. Bilmirəm, Ola bilər. amma- Bir variant da var mənim ağlımda. Səs Azərbaycan. Milyonçu, yox, Əlaçı şousunda Şöyle Səfərəliyeva 11 məşhuru 11-incisi məğlub edib. Mən idim, 11-incisi. Bəli. Sizi hamınızı udub Amma məşhur olun. şöyle muğam oxumaz. Oxuyar. Şöyle Səfərəliyeva. Hə. Oxuyar. Şöyle pedaqoqdur. Mən inanıram ki, şöyle də bu imkan amma göstərməyib. Niyə göstərməyib onu bilmirəm. Anam məndən məşhurdur. Bəs bu... Yo, bir nəfər qalır, o da o O deyil. bizi İlqarəyə aparmaq idi. Çünki ya da ki Aynişan birinci fəsildə artıq iştirak eləyib. Daha sonra kimin qızı var ki? Rəqsanəni. Aysun. Gəldi, yaxşı yerdə axşamladı. Aysun da ola bilər. Aysunun axı belə muğam imkanları yoxdur. Bu Özdə Aysun indi anasından da məşhurdur. o məqamda var. Bizdə o mübahisəli məqamdır. Amma Aysunun xanəndəliyini bilirəm ki, hal-hazırda Gülyana xanımla hal-hazırda muğam dərsləri alır. Çaşdıq alab. Nə Şöylənin, nə Aysunun muğam oxumasına inanmıram əzizim. Ötən verişdəki ipuculara da nəzər salın. Ötən verişlərin ipucunda söyləmişdi ki, o Şarabat filmində çəkilmişəm və bölmədə dindirilmişəm. Qara kəmər. Qara kəmər söyləmişdi, Aypara Aypara. qrupunun solisti və bəyaları deyir ki, mən şouda qazanacağıma əminəm.
Çünki Əminə Şirin. Tamam, amma cümlənin ardı da var. 11 Cümlənin ardı var. məşhura qalib 11 gəlmək məşhura Əminə harda qalib gəlib? Gəlin yadımıza salaq, harda iştirak edib ümumiyyətlə Əminə? Əmmət şouda oxuyub, iştirak eləməyib. Qalib gəlməyib. Fort Bayar olub, orada məşhurlar ki, hamımız. Adel Nigar orada olub. Kim orada qalib gəlib? Kim qalib idi? Sən qalib oldun. Sizin komandada başqa kim var idi? Oğlanlar sadəcə. Kənan Əməyəm, Zəbit. Qız yox idi Şəhriyar. ümumiyyətlə. Yox. Səni tək aparmışdılar. Yox, Yox, 16 bu komandada. Orada 4 komanda var. Müğənni var idi orada. Qız Müğənnilərdən müğənnisi. Elnarə var idi. Aha. Rəqsanə 4 olmuşdu, ikinci. Rəqsanə ikincidə idi, biz getdiyimizdə idi. Detektivlər, son təxminlərinizi eşitmək istəyirik. Coşqun bəy. Samira. Samira Əli Məryəm. Əli Məryəm. Murad Arif. Hələ də sevirəm bu variantı. Leyla deyirəm. Kamilə Babayeva. Lamiyə. Rast. Lamiyə Kərimova. Faiq Ağayev. Əminə Şirin. Nigar Camal. Mehin. Detektivlərimizin bu ana olan təxminləri belədir. Bəs siz necə düşünürsünüz? Pişik maskası arxasında kimdir? İkinci qarşıdurmanın səs verməsinə keçəcəyik. Bunun üçün bura ikinci qarşıdurmanın birinci maskasını Yad Planetini dəvət edirik. Qısqanır ha. Onlar nəinki səhnədə rəqiblər, hətta mənim ürəyimi fəth etmək üçün də artıq rəqabətə giriblər. Beləliklə, Ağa, ayağa. Keçib day. Ayağa keçib day. Ona da bir dənə üzüyü bağışla. mənim gözüm üstə. Ağa, məşhur filmdə deyir, bir dəli şeytan deyir ki, bunların ikisini birdən alginan. Murad, təşəkkürlər. Və beləliklə, hörmətli auditoriya, səs verəcəksiniz. 2 maskadan biri finala, biri isə maskanı açmağa namizəd olacaq. Biz səs verməyə keçməmişdən əvvəl təbii ki, detektivlərimizin məsləhətlərinə qulaq asacağıq. Hansı maskanın açılmasını istəyərdiniz Murad? Ağa, Bəli, mən ağı Murad. təxmin edirəm ki, Yad Planetli Hüsniyyədir. Mən ağı təxmin edirəm ki, Pişik Leyladır. Hər ikisinin dostu olaraq bu tandemdə mən bir tərəfəm. Nigar, hansı maskanın açılmasını istəyərdiniz? Yad planeti. Yad Planeti maskasının açılmasını istəyərdiniz. Kamilə, təbəssümünüz gözəldir. Çox təşəkkür eləyirəm. Mən isə istəyərdim pişiyin maskası açılsın və görüm o maskanın Pişiyin maskasının arxasında açılmasını istəyərdi. kimdir? Kamilə Babayeva, Coşqun Rəhimov. İkinizi də sevirik, amma pişiyin maskasının açılmağını istəyirəm. 2 detektiv pişiyin maskasının açılmasına dedi. Murad heç kimə səs vermədi. Faiq Ağayev. Pişik çox güclüdür. Pişiyi finala saxlamaq lazımdır. Bilmək olmaz finalda nələr eləyəcək. Və siz dediniz ki, mən Natavanın maskasının açılmağını istəyirəm. Yad Planetli maskasının açılmasını istəyirsiniz, düzdürmü? 2-2-yə. Faiq bəy, siz hər ikisini bəyənirsiniz. Mən hər ikisini sevirəm. Allah Beləliklə. xoşbəxt eləsin. Beləliklə, hörmətli tamaşaçılar, indi siz səs verəcəksiniz və qeyd eləyək ki, əgər siz Yad Planetli maskasının açılmasını istəyirsinizsə, A düyməsini sıxacaqsınız. Əgər siz pişiyin maskasının açılmasını istəyirsinizsə, B düyməsini sıxacaqsınız. Səs vermə başlasın.
Maraqlıdır. Görəsən auditoriyaya kimə səs verəcək? 2 maskadan biri gedəcək finala. 2 maskadan biri burada qalacaq və maskanı açmağa namizəd olacaq. Az səs toplayan finala gedir. Çox səs toplayan burada qalır. Stop! Və maraqlıdır, hər kəsə maraqlıdır. Əminəm ki, ekran qarşısında əyləşən tamaşaçılar da hal-hazırda həyəcanlıdırlar. Çünki Maska Şounun 2-ci mövsümünün ən maraqlı maskaları yarım finaldadılar. Bir tərəfdə Yad Planetli, bir tərəfdə Pişik. Növbəti mərhələyə hansı maska ilə gedəcəyik? Yad Planet! Yad Planet! Yad Planet! Pişik! Pişik! Onun anası hələ çox darxası olacaq. Yad Planetli finalda! Və onu yola salırıq. Pişik, siz maskanı çıxarmağa namizədsiniz. Hörmətli tamaşaçılar, beləliklə yarımfinalın səs verməsi olacaq. Amma yarımfinalın səs verməsinə keçmək üçün təbii ki, gözləmə otağında olan maskanı bura dəvət edəcəyik. Həmin maska bura gələnə qədər bugünkü namizədlərin çıxışlarına bir daha nəzər yetirək. Hörmətli tamaşaçılar, yarımfinalın ən həyəcanlı anlarıdır. Çünki 2 maskadan biri finala gedəcək. Ya Pələng finala gedəcək, ya Pişiyi finalda görəcək. Son səs vermə. Bir sözlə, baxaq görək, nələr baş verəcək. Məhz siz 2 maskadan birinin maskasını çıxaracaqsınız. Ya Pələngin, ya Pişiyin. Amma biz məsləhətləri dinləməliyimi? Bəli. Təbii ki, detektivlərimizin deyəcək çox sözü var. Amma hal-hazırda məsləhətlərini eşitmək istəyərdik. Kamilə xanım, sizinlə başlamaq istəyirəm. Hansı maskanın bugün, bu dəqiqələrdə maskasının açılmasını istəyərdiniz? Ta ilk gündən söyləyirəm ki, pişikləri çox sevirəm. Pişiklər mənim ən sevimlilərimdir. Amma burada bir böyük pişik var, bir də balaca pişik var. Odur ki, balaca pişik maskasını açsın. Ağlayır Kamilə və Coşqun Rəhimov. Hansı maskanın açılmasını istəyərdiniz? Pişiyin ya Pələngin? İkiniz də çox gözəl personajsınız. Ya bu vaxta kimi çox təəccübləndirdiniz. Həm tamaşaçıları, həm detektivləri, ümumiyyətlə hər kəsi. Amma mənim favoritim Pələngdir, Pələng. Pişiyin maskası açılsın. Pişik, 2 səs pişikdə. Nigar Camal, məyus olmusunuz? Ağlamaq istəyirsiniz? Çox məyus olmuşam çünki ikisini dəqiq istəyirdim ki, finalda olsunlar. Amma 2 dəfə Coşqunla
Kamilə seçiblər ki, o pişiyin maskası açılsın. Mən də deyirəm, o pələngin maskası açılsın. Pələng. 2-1. Murad Arif. Ay, o tərəzi düzgün işləsəydi burada qırat dayanmışdı və onu da çıxarırdıq. Amma mənim artıq sizə etibarım yoxdur. Şəxsi fikrimi soruşursunuzsa tamamilə razıyam. Hər ikisi finala layiqdir. Mənim könlüm, qəlbim, musiqi hissiyatım pələngdən yana olsa da, mənim qızımın bir ismarıcı var. O pişiyi çox sevir və pişiyə sevgilərini göndərir. Ona görə də pişik qalsın. Pişik qalsın, pələngin maskasının açılmasını istəyirsiniz. Pələng, siz finala layiq idiniz. Çox heyf. Babalı. Pələngin maskasının açılmasını istəyir Murad Arif. 2-2. Faiq Ağayev. Mən ilk olaraq Pələngin alicənablığını və kişiliyini alqış rica edirəm. Çünki bayaqdan deyir ki, mənim maskamı açın. Görün necə xanımı qoruyur. Bayaqdan özü göstərir ki, mənim maskamı açın, amma xanımla işiniz olmasın. Bu alicənablığına görə böyük alqış. Əgər pişik kimilərdən danışırıqsa, bilirik ki, pələng yırtıcıdır, pişik də ev heyvanıdır. Amma şəxsən mənim baxışımdan, mənim baxış bucağımdan hər ikisi də güclü olsa, bu proyektdə nədənsə yırtıcı pişik oldu. O daha belə müxtəlif artistlər bizə göstərdi öz ifasında və mən pələngin maskasını açıb öyrənmək istəyirəm ki, kimdir bu hiper istedadlı iştirakçı? Çox sağ olun. Təşəkkürlər. Hörmətli tamaşaçılar, gördünüz də 3 bizim detektivimiz dedi ki, pələngin maskası açılsın. 3 detektivimiz. 2 detektivimiz dedi ki, məhz pişiyin maskası açılsın. Məsləhətlərə qulaq asırsınız, ya yox, bilmirəm. Amma seçim sizindir. Əgər siz pələngin maskasının açılmasını istəyirsinizsə, A düyməsini sıxacaqsınız. Əgər siz pişiyin maskasının açılmasını istəyirsinizsə, B düyməsini sıxacaqsınız. Tələsirik, səs vermə başlasın. Biz yarım finaldayıq. Yarım final həqiqətən çox həyəcanlıdır. Auditoriyamız səs verir və biz təbii ki, bu səs vermədə müəyyən edəcəyik. Hansı maska növbəti mərhələyə keçir. Çünki az səs toplayan maska növbəti mərhələyə, çox səs toplayan maska isə maskanı bir neçə saniyədən sonra açacaq. Stop! Və qoy səslər hesablansın. Bizim tamaşaçılarımız hansı maskanın maskasının açılmasını istəyir? Şir, pələng deyirsiniz, pişik deyirsiniz. Pişik deyənlər əlini qaldırsın. Pələng deyənlər əlini qaldırsın. Demək olar ki, 50-50-dir. Növbəti finala gedən pişik kimilərdən biri qala bilər. Növbəti mərhələyə, finala gedir. Pələng! Pələng növbəti mərhələyə gedir. Pişik isə maskasını çıxaracaq. Bəli, yarım final və yarım finala qədər gəlib çıxan bizim gözəlimiz Pişik indi maskasını açacaq və biz o məşhuru tanıyacağıq. Amma
Son təxminlərinizi eşitmək istəyirəm detektivlər. Sizin fikrinizcə Kamilə xanım, pişik maskası arxasında kimdir? Bizim bu ciddiliyimizi görürsünüz də. Yəni artıq son dəqiqələrdəyik. Sevimli pişiyimizin birazdan sonra o gül camalını görəcəyik. Əvvəlcədən onu söyləmək istəyirəm ki, pişik o qədər gözəlsən, o qədər şənsən, o qədər enerjilisən, o qədər mehribansan. Yəni o qədər sevmişik səni və sevgimizin həddi hüdudu olmadığına görə bir də istəyərdik görək axı o maskanın arxasında kimdir bizi belə müşkülə salıb. Bu günə qədər, bu saniyəyə qədər bəxş etdiyin bu bayrama görə sənə, sizə dərin təşəkkürlərimi bildirirəm. Bu həftələr ərzində söyləmişəmsə elə qoy sözümün də üzərində durum. Düşünürəm ki, bu maskanın arxasında dostum Sevda Ələkbərzadədir. Murad Arif. Ay pişik, çox gözəl məstan, şirin pişik, istedadlı pişik. Biz səni çox sevdik, bunu biləsən. Vallahi səni finalda görürdük, belə alındı. Belə alındı. Mən görürdüm də, mən bugün buradan qıratı çıxartmalıydım. Heç kim mənim sözümə qulaq asmadı, ay pişik, qırat getməliydi. Vəssalam. Dostlar, bu ərki bilirsiniz kim edər mənə? Ciddiləşdi. Bunu yalnız mənim dostum mənə belə edər. Amma odusa, yəni ürəyim paramparça olacaq da, bu Leyla Quliyevadır. Nigar Camal. Ya Gülay, ya Xatirə İslam. Coşqun Rəhimov. Pişik, səni çox istəyirik. Sən doğrudan da bizi mat qoydun. Həm tamaşaçıları, həm xəfiyyələri mat qoydun. Biz daha nə qədər adlar dedik. Bu sənin peşəkarlığından irəli gəlir. Bu sənin profesional bir insan olduğundan irəli gəlir. Çox sağ ol ki, maskadasan. Hələ ki biz səni pişik kimi tanırıq. Amma təxminlər budur. Günay İbrahimli də ola bilər. Bircə onu demək istəyirəm ki, əzizim pişik, sən burada bu 9 veriliş ərzində nə qədər çıxış eləmisənsə, hamısı türklər demiş 10 numaradır. Yəni, ən məsuliyyətlə yanaşan personajlardan birisisən, daha doğrusu artistlərdən birisisən ki, personajıva çox böyük məsuliyyətlə yanaşmısan. Mahnı seçimindən tutmuş, iş və nazın, bizi aldadaraq ipucularını başqa yerə aparmağın, hətta bu ən çox məni təsirləndirən sənin müəyyən qədər muğam oxumağın idi. Belə muncuq kimi düzmüşdün o xırdalığı, o boğazı mənə olmazın ləzzət verdi. Mən indi böyük stres yaşayıram ki, sənin maskan açılacaq. Mənə görə burada ola bilər İlqarə Kazımova, 2 Əminə Şirin, 3 Xatun. Təşəkkürlər. Biz bir neçə saniyədən sonra biləcəyik ki, bu maska arxasında hansı məşhurdur. Təbii ki, maskanı çıxarmaq üçün mühafizəçilərimizi bura dəvət edirik. Və bu qədər müddət bizi intizarda qoyan, detektivləri aldadan, tamaşaçıları düşündürən və ən əsası çox gözəl ifalarıyla xüsusi olaraq bu səhnəni bəzəyən pişik kimsənsə. Hoş geldiniz sizi şöyle kalın burada. Azerbaycan Respublikası'nın əməkdar artisti. Sevimlimiz her zaman
sözünün əsl mənasında. Görəndə sevinirik. Köftəyəm burada. Mən də aşiq oldum sizə. Hamımız Şöyle, aşiq olduq ona. Biz hansı keyfdə olduq, biz hansı həzdə, zövqdə, istirahətdə, gözəlliyin içində olduq, sənin ifalar. Mən axır ki tapdım da səni. Mən axır ki... Əlaçı oyununa bir dənə orada Eyhan nəsə vuran alındı sizdə, elə Murad idi. Dedim də, Mən dedim də. əfsus bilmirdim ki, sən Zəngülə vura bilirsən. Heç Mən xəbərim Ariya da yox oxuya idi. bilirəm. O, hə, Ariya oxumağıma inanaram. Rock oxumağıma inanaram. Caz oxumağın zaten bəllidir. Pop oxumağın bəllidir. Amma xalq musiqisində, bax belə mübəğlərə, bütün münsiflərə deyirəm ki, o Zəngüləni muncuq elədi. Mən sənin, yenə söyləyirəm, oyundan kənarlaşmağıma bəlkə səndən də çox məyusam. Mən çox istəyərdim ki, sən bu layihənin finalına gəlib çatasan. Çünki çox maraqlı maskaydın, çox gözəl oxuyurdun. İlk olaraq bizə Uşaq Avrovision'dan bizim iştirakçımızın mahnısını xatırlatdın bir daha. Daha sonra bax o Zəngülə, sənin işvən, sənin nazın, sənin obrazınla birləşməyin, vəhdət təşkil eləməyin bir aktyor, bir aktrisa olaraq səni çox belə yüksək pilləyə qaldırdı mənim gözümdə. Mən əfsuslanıram ki, dediklərimin bəzilərinin şahidi deyildim. Mən sevinirəm ki, Maska, İctimai Televiziya, Sən Pişik burada mənə bunu göstərdin və tək mənə yox, milyonlarca bizi seyr edən Azərbaycanlılara bunu göstərdin. Mən sənə səsinə görə, Azərbaycan musiqisinə etina ilə yanaşdığına görə, sənin peşəkar olduğuna görə, sənin ağıllı olduğuna görə, bu Əlaçı oyunda da bəyaları söylədim ki, 11-incisi mən idim, biz ikimiz qalmışdıq. Şöylənən mən biraz yubandım. Maşallah cəlddir, çevikdir, ağıllıdır, istedadlıdır, gözəl səsi var Şöylənin. Şöylə, eşq olsun, mən ləzzət aldım hər sənin çıxışından. Çox sağ olun. Kamilə xanım, üzünüzdəki təbəssümü gizlədə bilmirsiniz. Mümkün deyil gizlətmək, çünki heç bir versiyamda Şöylə xanım yox idi. Amma ağlıma da gələ bilməzdi. Çünki bizə həmişə deyirlər ki, maska arxasında olanda insan daha da sərbəstləşir. Əslində bu mənəm. Sadəcə mən böyük səhnədə heç vaxt özümü belə göstərməmişim. Görməmişik. İçimdəki pişiyi ictimai kanalın sayəsində sizə təqdim edirəm. Maska imkan verdi ki, sənə xasiyyəti bizə göstərək. Və bu hərəkətləri görmədiyimə görə heç bir zaman, yəni o rəqslər, o şalaxo, dəcəllik, nə bilim şıltaqlıq, bunların heç biri ipucuları söyləmirəm bu dəqiqə, amma gördüyüm hərəkətlərin heç biri məni məhz sən tərəfə gətirə bilmirdi. Mükəmməl, gözəl, qəşəng, bu zövqə görə. Bunları söylədim, onda maskadaydı. Amma indi maskasız ürəyimdən keçənləri göz-gözə gəlirik deyə bunları sənə qəlbimin ən dərin hisslərini çatdırmaq istəyirəm. Bir sualım var. Yaşatdıqlarına görə çox təşəkkürlər. Bir sualım var şöyle. Burada yalan doğruların arasında belə bir məlumat var idi. Bilmirəm yalandır yoxsa doğrudur. Doğrudursa nəyi nəzərdə tuturdun? Mənə o maraqlıdır ki, Maska şousunun çəkiliş məkanı mənə 90-cı illərin xatirələrini qaytarır. Bəri bax. Mən uşaqlıqdan çox fəxr edirəm ki, Azərbaycan musiqi tarixində öz imzamı qoymuşam. Bəribax uşaq ansamblının solisti olaraq və biz 1995-ci ildə məhz bu kinostudiyada Rafiq Babayev adına səs yazma studiyasında sağ olsun Siyavuş Müəllim Kərimi Bəribax qrupunun ilk aranjmanlarını, səs yazmalarını eləmişdi və ondan sonra 2 fevral 1996-cı ildə Gənclərin ilk forumunda Respublika Sarayında mənim debüt çıxışım oldu. Və Coşqun bəy, niyə ötən verilişdə Şöylə xanımın adını söylədiniz, bu verilişdə söyləmədiniz? Maraqlıdır, ümumiyyətlə. Onda səhvən söylədi. Deyir ki, bacısı deyir Şöylədir. Onlar da yox, Jalə. Hə, yadımdadır. Şöylə xanım, peşəkarlıq, gözəl səs, performans, bu sənin istedadın, bacarığın, bunları hamısını qoyuruq qırağa. Sən bu şoya layiqincə iştirak elədin. Əsas elə bu idi. Sən bu şounun qaydalarına çox yüksək dərəcədə rəiyyət elədin. Buna görə sənə çox sağ ol ki, bu maskada sənin izin getdi. Amma sən bizim sevimlimizsən, sən bizim canımız, ciyərimizsən. Şöyle biz sən çox istəyirik. Həmişə zirvədə ol və çox sağ ol ki, sən bugün bizimləsən.
Nigar Camal, sizi eşidək. Buyur Nigar. Əslində bilirdim ki, Şölənin çox gözəl səsi var, amma burada maskanın altında çıxmağını heç düşünmürdüm. Qara kəmərin sahibiyəm dedi. Bu nə məsələdir əslində? Taekwondo Federasiyasının prezidenti özü şəxsən cənab Çungvu mənə qara kəmər təqdim eləmişdi. 2014-cü ildə. Ufaq ağam demişdi, ola bilər ki, hədiyyə veriblər. Mənə də hədiyyə eləmişlər. Çünki amma mənə Beynəlxalq Federasiyanın yox, Azərbaycan Federasiyasının sədri səhnədə solo konsertimdə 2012-ci ildir yanılmıramsa, qara kəməri və sertifikatı verdilər. Mənə də hədiyyə eləmişdilər, amma belimə gəlmədi. Başqa bir şey deyim. Benimki uzundur, istəyirsən gətirim sənə taxarsan. Hatırlayırsınızsa, biz Şöləni hələ ötən maskada canavarın altında axtarırdıq. Bəli, bəli. Görürsünüz. Ayrıca çox sevinirəm ki, bu layihəyə Şölə gəldi və səsini məhz bu çalarını bizə göstərdi. Çünki bala gəlin ecazkar idi. Danışın da bizə. Geyiminizdən, pişikdən, bilmirəm, təsiratlarınızı bizimlə bölüşmənizi istəyərdik. Əslində mənə ilk olaraq bu maskanı təqdim eləyəndə, əslində mənə 2 maska təqdim olmuşdu. İlan və pişik. Və mən birinci, nədənsə ilk dəqiqələrdə ilan demişdim. Sonra bir anlıq fikrimi dəyişdim. Mən düşündüm ki, mən onsuz səhnədə də ilan kimiyəm belə çox ağır. Dedim ki, yox, burada pişik olacağam və daxilimdəki potensialı göstərəcəm və uşaqlıqdan hər zaman zümzümə edib, böyük səhnədə risk edə bilmədiyim ifaları eləyəcəm. Hansı ki, Gülçöhrənin ariyasını uşaqlıqdan 3 yaşımdan oxuyuram. Operanı çox sevirəm. Həmçinin bu muğam milizmatikasını heç vaxt heç bir müəllimdən dərs keçməmişəm. Rəhmətli anamın çox gözəl musiqi duyumu var idi. Ölənlərinizə rəhmət. Və o hər zaman evdə oxuyurdu, zümzümmə eləyirdi və bütün bu milli musiqi mənə ondan keçib, damarımda axır və bugün bu şou ilk dəfədir ki, mən valideynlərim yoxdur həyatda, hər ikisi. Allah o dünyalarını gözəl eləsin, inşallah. Amin. Və ilk dəfədir ki, mən onlarsız yarışıram. Çünki onlar həyatda olanda həmişə mənə pərəstiş eləyirlər ekran qarşısında və yaxud da tamaşaçı qismində. Və mən bugünkü bu uğurumu, bu mərhələyə gəlməyimə qədər olan bütün bu iştirakımı və məhz valideynlərimə həsr eləyirəm. Ruhları şad olsun. Əziz İctimai Televiziyanın tamaşaçıları, bugün bizi sözünün əsl mənasında təəccübləndirən sevimlimiz Azərbaycan Respublikasının əməkdar artisti Şölə xanımla maskasız qarşı-qarşıya qoyuram. Teşekkürler İctimai Kanal, çok sağ olun. Saçın ağarım, saçına qurban, 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 saçına qurban. Saçın ağarım, saçına qurban, 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 saçına qurban. Saçı səndən, hənası məndən, küsmə cumadan, ay bala gəlin. Saçı səndən, hənası məndən, küsmə cumadan, ay bala gəlin. İsmi pinhan, birinə qurban, birinə qurban. Birin ağrı, birinə qurban, birinə qurban. Beli səndən, kəməri məndən, küsmə cumadan, ay bala gəlin. Beli səndən, kəməri məndən, küsmə cumadan, ay bala gəlin. Beli səndən, kəməri məndən, küsmə cumadan, ay bala gəlin. Beli səndən, kəməri məndən, küsmə cumadan, ay bala gəlin. Üzün ağrıyır, üzünə qurban, 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 üzünə qurban. Üzü səndən, ənliyi məndən, küsmə cumadan, ay bala gəlin. Üzü səndən, ənliyi məndən, küsmə cumadan, ay bala gəlin. İsmi pinhan, dilinə qurban, dilinə qurban. Birin ağrıyır, birinə qurban, birinə qurban. Beni səndən, kəməri məndən, küsmə cumadan, ay bala gəlin. Beni səndən, kəməri məndən, küsmə cumadan, ay bala gəlin. Beni səndən, kəməri məndən, küsmə cumadan, ay bala gəlin. Beni səndən, kəməri məndən, küsmə cumadan, ay bala gəlin.
cumadan ay bana gelir